Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək qələbə paradına qatılmayacaq. Mövzu ilə bağlı Cəbhə TV-yə danışan Cəbhə İnfo xəbər portalı və Cümhuriyyət qəzetinin rəhbəri, siyasi şərhçi Rəfal Beycanov deyib ki, Prezident İlham Əliyev bu addımı ilə bir daha göstərdi ki, Azərbaycanla təhdid dilində danışmaq mümkün deyil. Azərbaycan istər müttəfiqlikdə, istər siyasi tərəfdaşlıqda hər zaman qarşılıqlı etimadın və bərabər hüquqlu siyasətin tərəfdarıdır. Amma təəssüf ki, bəzən hansısa ölkədən və yaxud siyasi liderdən biz bunun qarşılığını görmürük. Bu baxımdan Rusiya da bu məsələdə Azərbaycana qarşı bir çox hallarda qarşılıqlı bərabər hüquqlu siyasi yanaşma sərgilənməyib. Azalın məlum Qroznoda təyyarə qəzasından sonra, daha doğrusu vurulmasından sonra 5 ay müddət keçib və bu 5 ay müddətində nə istintaq aparılıb, nə günahkarlar cəzalandırılıb. Bunun ardınca isə yeni bir təxribat, Azərbaycana qarşı yeni bir təxribat sərgiləndi. Azərbaycanın media resurslarına kiber hücumların hamısı Rusiya tərəfindən təşkil olunması üzrə çıxdı. Üstündən bir müddət keçəndən sonra Azərbaycan parlamentinin üzvünü Moskvadan deportasiya etdilər. Bu Azərbaycan dövlətinə qarşı bir hörmətsizlik idi. Bu baxımdan Prezident İlham Əliyevin qələbə paradında iştirakdan imtina etməsi Azərbaycanın dövlət maraqlarının onurunun bir qorunması idi və çox təbii ki, Prezident çox düzgün, qəti və cəsarətli bir hərəkətlə Rusiyaya öz yerini göstərdi. Bu o deməkdir ki, Azərbaycan dövləti ilə aşağılayıcı tonda danışmaq olmaz. Bu o deməkdir ki, Azərbaycan dövləti ilə ancaq və ancaq siyasi bərabər hüquqlu münasibətlər qurmaq mümkündür. Çünki Azərbaycan daim etibarlı tərəfdaş imicinə malik olub. İstəyir Avropa ölkələri ilə, istəyir Rusiya ilə, istəyir digər dövlətlərlə qarşılıqlı münasibətlərdə Azərbaycan tərəfi verdiyi sözü, vədi heç zaman unutmayıb və sözünün arxasında durub. Çünki imziyə, danışığa, deyilənə hörmət qoyur. Bu baxımdan Azərbaycana qarşı edilən hər hansı bir hərəkət təbii ki, cavabsız qalmayacaqdır və Prezident İlham Əliyev də bu addımı ilə bir daha onu göstərdi ki, Azərbaycan dövləti ilə ancaq və ancaq bərabər hüquqlu şəkildə əməkdaşlıq etmək olar, müttəfiqlik etmək olar.